Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaqlara qaldığımız yerdən davam edirik. 18-ci sınağı işləyəcəyik bugün. Sual 1. Ölkə əhalisinin sayı 17 milyon 850 min nəfər, yaşlı əhalinin sayı isə 2 milyon 856 min nəfər olarsa, bu ölkə üçün hansı ifadələr doğrudur? Gəlin ilk öncə yaşlı əhalinin faizini tapaq, ölkənin neçə faizini təşkil elədiyini tapaq. Ondan sonra cavablara baxaq. Deməli, 17 milyon 850 min nəfər bu ümumi əhalidir, yəni 100%. Yaşlı əhali isə 2 milyon 856 min nəfər. X faiz. X bərabərdir 16%. Deməli, yaşlı əhalinin ümumi çəkisi 16%-dir. Ümumi sayı daha doğrusu 16%-dir. Deməli, yaşlıların xüsusi çəkisinin 12-14% olması demoqrafik qocalmanın başlanğıcı hesab edilir. 16-18%-dən artıq olması isə artıq yüksək hədd hesab edilir. Biz də tapdıq ki, 16%-dir, yəni yüksək həddir. İndi buna uyğun biz cavabları dəyərləndirə bilərik. 1. Orta ömür müddəti aşağıdır. Orta ömür müddəti aşağıdır deyil. Bu ifadə səhv ifadədir, çünki yaşlı əhalinin sayı çoxdur. Ona görə bir səhv ifadədir. 2. Millətin qocalması baş verir. Bəli, artıq biz gördük ki, millətin həqiqətən qocalması baş verir. Yaşlı əhalinin sayı çoxdur. 2-ni götürəcəyik doğru cavab kimi, bizdən doğru cavablar istəyir. 3. İqtisadi fəal əhalinin payı yüksəkdir. Bəli. 4. Miqrasiya saldosu mənfidir. Yox, bu düzgün cavab deyil. Miqrasiya saldosu nədir? Yəni, müəyyən bir ölkədə il ərzində immiqrasiya edən insanlarla emiqrasiya edən insanların sayı arasındakı fərqdir. Yəni, ölkəyə gələnlərlə gedənlər arasındakı fərqdir. Miqrasiya saldosu da bu ölkədə mənfi ola bilməz. Bu ölkəyə gələnlər çoxdur, gedənlərdən təbii ki. Ona görə də mənfi ola bilməz. 4-ü götürməyəcəyik. 5. Təbii artım aşağıdır. Bəli, təbii artım aşağıdır. Ona görə də yaşlı əhalinin sayı yüksəkdir. Əhalisi əsasən kənd təsərrüfatında çalışır. Yox, bu da düzgün ifadə deyil. Bir də onu deyim ki, yaşlı əhalinin xüsusi çəkisinin çox olması inkişaf etmiş ölkələrdə olur da, ancaq. Yəni, bütün bu xüsusiyyətləri biz inkişaf etmiş ölkələrə uyğun götürməliyik. Onu da qeyd edim. Bayaq yadımdan çıxdı, demədim. Ona görə yəni biz götürmədik. Əhalisi əsasən kənd təsərrüfatında çalışır, yox. Çünki inkişaf etmiş ölkələrdə əhalinin böyük bir əksəriyyəti xidmət sahələrində çalışır. Təbii artım aşağıdır, ona görə götürdük ki, bəli, inkişaf etmiş ölkələrdə təbii artım aşağıdır. Miqrasiya saldosu müsbətdir. İqtisadi fəal əhalinin payı yüksəkdir. Millətin qocalması baş verir. Belə. Yəni, deməli, hansı variantları götürdük? 2, 3 və 5. Birin cavabı C variantı. Sual 2. Bakı şəhərinə günəş şüalarının 60 dərəcə və maksimum bucaq altında düşdüyü zaman günəşin zenitdə olduğu enlikləri müəyyən edin. Deməli, bildiyimiz kimi Bakı 40 dərəcə şimal enliyində yerləşir. Bakıya günəş şüalarının maksimum bucaq altında düşməsi üçün günəşin 23,5 dərəcə şimal enliyində zenitdə olması lazımdır. Çünki günəş maksimum şimal yarımkürəsində 23,5 dərəcə şimal enliyinə qədər zenitdə ola bilir. Və Bakıya yaxın ən belə deyək də, dərəcəsi yüksək olan günəşin zenitdə olduğu enlik 23,5 dərəcəli enlikdir. Yəni,
Günəş 23,5 dərəcə şimal enliyində zenitdə olarkən Bakıya maksimum bucaq altında düşür. Yəni biz ikincini artıq bilirik, 23,5 dərəcə şimal enliyi olacaq. Gəlin 60 dərəcə bucaq altında hansı enlikdə zenitdə olarsa 60 dərəcə bucaq altında düşər Bakıya, onu tapaq. Bunun üçün nə edəcəyik? Bilirik ki, Bakı 40 dərəcə şimal enli dairəsində yerləşir. 40 dərəcədən çıxarıq. Biz bunu düstura əsasən hesablayırıq da. Yəni günəşin hansı enlikdə zenitdə olmasını tapmaq üçün coğrafi enlikdən çıxırıq mötərizə içərisində. Maksimum düşmə bucağı 90 dərəcə çıxılsın. Deyir, düşmə bucağı nə qədərdir? 60 dərəcəni çıxacaq. O da bərabərdir. 40 dərəcə çıxılsın 30 dərəcə, o da bərabərdir 10 dərəcə. Əgər cavabda müsbət alırıqsa, bu şimal enli dairəsidir. Əgər burada mənfi alsaydı, onda cənuba keçmiş olacaqdı. Yəni artıq biz tapdıq. Günəş 10 dərəcə şimal enliyində zenitdə olarkən, Bakı şəhərinə günəş şüalarının düşmə bucağı 60 dərəcə olur. 23,5 dərəcə şimal enliyində zenitdə olarkən, maksimum bucaq altında düşür Bakıya. Belə, 2-nin də cavabı oldu A variantı. 10 dərəcə şimal enliyi və 23,5 dərəcə şimal enliyi. Sual 3. Doğru ifadələri müəyyən edin. 1. Tropik iqlim qurşağında materiklərin qərbindən soyuq okean cərəyanları keçir. Bəli, bu doğru ifadədir. 1-i götürəcəyik. 2-yə baxırıq. Yerin günəş ətrafında hərəkəti nəticəsində cərəyanlar şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyl edirlər ifadəsi yanlış ifadədir. Niyə görə? Yerin günəş ətrafında hərəkəti nəticəsində yox, Koriolis qüvvəsinin nəticəsində cərəyanlar şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyl edirlər. Yəni burada olmalıdır Koriolis qüvvəsi. Ona görə 2 səhv cavabdır. 2-ni biz götürməyəcəyik. 3. Soyuq cərəyanlarda suyun duzluluğu isti cərəyanlara nisbətən daha çoxdur ifadəsi yanlış ifadədir. Çünki isti cərəyanlarda suyun duzluluğu soyuq cərəyanlara nisbətən daha çoxdur. Niyə görə? Çünki soyuq cərəyanların üzərində buxarlanma az olduğundan onların da duzluluğu az olur. 3. Səhv ifadədir. 4. İsti cərəyanlar alçaq coğrafi enliklərdən yüksək coğrafi enliklərə doğru hərəkət edirlər ifadəsi təbii ki, doğru ifadədir. Şimali Atlantik cərəyanının təsiri ilə Şimal Buzlu Okeanda donmayan dənizlər formalaşır ifadəsi də doğrudur. Bildiyimiz kimi Şimali Atlantika cərəyanı isti cərəyandır. Buna görə də həmin hissələrin iqlimini yumşaldır. Deməli, bizim doğru cavablarımız oldu 1, 4, 5. 3-də cavab Y variantı. Sual 4. Doğru olmayan bəndi müəyyən edin. Geoloji eralar verilib, baş vermiş hadisələr verilib. A. Paleozoy erasında Pantalasın sahəsinin artması və azalması bəli, doğrudur. Kaynozoy erasında Titis okeanının parçalanması doğru ifadədir. Mezozoy erasında 4-cü dövr buzlaşması olmayıb, 4-cü dövr buzlaşması Kaynozoy erasında olub. Deməli, doğru olmayan cavab C variantıdır 4-də. Digərlərinə də baxaq. Proterozoy erasında qədim qırışıqlığın davam etməsi bəli, arxey erasında güclü vulkanizmin başlanması da doğru cavabdır. 4-də variant C variantıdır. Sual 5. Eylifin diaqramına uyğun bəndləri müəyyən edin. Yuxarı göl və Baykal göl. Gəlin bunu yazaq da 1, 2, 3. 1. Göl çuxurunun mənşəyi Venerin gölü ilə eynidir. Bu aiddir yuxarı gölə. Niyə görə? Çünki həm yuxarı göl, həm Venerin gölü buzlaq mənşəli göldür. Ona görə bir aiddir yuxarı gölə. 2. Şirin sudur. Bəli, hər iki göldə, yəni yuxarı göl və Baykal gölü hər ikisi şirin sulu göldür.
2-ni yazacaq 3-ə. Qarışıq meşələr zonasındadır. Bu yuxarı gölə aid olacaq. Bir ölkənin ərazisindədir. Bu Baykal gölünə aiddir. Baykal gölü sadəcə Rusiya ölkəsinin ərazisindədir. Kontinental iqlim vilayətində yerləşir. Bu da hər ikisinə aiddir. 1 və 2-nin hər ikisinə aiddir. Deməli, 5 götürəcək 3-ə aid olacaq. Deməli, 1-ə 1, 3, 2-yə 4, 3-ə 2, 5. Doğru cavab C variantıdır. Sual 6 uyğunluğu müəyyən edin deyir. Gəncə Daşkəsən kartofçuluq Şəmkir. Deməli, Gəncə Daşkəsəndə kartofçuluq ixtisaslaşıb, lakin Şəmkir rayonu Gəncə Daşkəsən iqtisadi rayonuna aid deyil. Şəmkir rayonu Qazax Tovuz iqtisadi rayonuna aiddir. Ona görə bir səhv cavabdır. 2 Dağlıq Şirvan, üzümçülük, Şamaxı, bəli, doğru ifadədir. 2-ni götürəcəyik. Mərkəzi Aran pambıqçılıq sazlı. Deməli, Mərkəzi Aran iqtisadi rayonunda pambıqçılıq inkişaf edib, lakin Saatlı rayonu Mərkəzi Arana yox, Milmuğan iqtisadi rayonuna aiddir. Deməli, 3-ü götürməyəcəyik. 4-ə baxırıq. Milmuğan şəkər istehsalı imişli. Bəli, bu doğru ifadədir. 4. 5-ə baxırıq. Şirvan Salyan yod istehsalı bilası var. Deməli, bu bilası var olmalı deyildi. Bilası var olmalı deyildi burada. Olmalıydı Neftçala rayonu. Yəni, bu səhv ifadədir. 5-i götürməyəcəyik. Yod istehsalı Neftçaladadır. Lənkəran Astara, çəltikçilik Astara ifadəsi təbii ki, doğrudur. Deməli, 2, 4, 6 bizim doğru cavablarımızdır. 6-nın cavabı E variantıdır. Sual 7. Xəritə sxemə əsasən A fiziki coğrafi rayonunun B fiziki coğrafi rayonundan fərqli xüsusiyyətlərini müəyyən edin. Deməli, A fiziki coğrafi rayonu Qarabağ rayonudur, B isə Qonaqkənd rayonudur. Gəlin baxaq görək. Xarici dövlətlə sərhəddə yerləşir. Bu, hər ikisi də sərhəddədir. Fərqli ifadə deyil. Yora yaşlı süxurlar yayılmışdır. Bu da fərqli ifadə deyil. Çünki hər ikisində də yora yaşlı süxurlar yayılıb. Maqmatik süxurlar yayılmışdır. Bəli, Qarabağ rayonunda maqmatik süxurlar yayılıb. Digərində yox. Bu fərqli xüsusiyyətdir. 3-ü götürəcəyik. Su keçirməyən süxurların olması nəticəsində sürüşmələr baş verir. Bu, hər ikisinə aid olan xüsusiyyətdir, yəni fərqli deyil, ona görə götürmürük. Qar xəttinə malik deyil, bəli, hündürlük azdır, ona görə qar xəttinə malik deyil, B-dən fərqli olaraq. Filiz faydalı qazıntılara malikdir, bəli, maqmatik mənşəli süxurlar yayılıb, filiz mənşəli faydalı qazıntılarla zəngindir, digərindən fərqli olaraq. Deməli, bizim doğru cavablarımız hansıları oldu? 3, 5 və 6. 7-də cavab A variantı. Sual 8. Cənubi, Cənub-Şərqi və Şərqi Asiya regionları üçün ümumi olmayan xüsusiyyətləri müəyyən edin. 1. Qırmızı, sarı ferrolit torpaqlar yayılıb. Bildiyimiz kimi qırmızı, sarı ferrolit torpaqlar ən çox ekvatorial iqlim qurşağında yerləşən ərazilərdə olur. Burada ən çox qırmızı ferrolit torpaqlardır, sarı deyil yəni. Ona görə bir də subekvatorial iqlim qurşağında bildiyimiz kimi bu ərazilər ən çox subekvatorial iqlim qurşağında yerləşən ərazilərdir və həmin ərazilərdə savanna təbii zonasına məxsus torpaq tipi yayılıb. Bir aid olmayan xüsusiyyəti, bizdən də aid olmayan xüsusiyyəti soruşurdu, ona görə biri götürəcəyik. 2. Ərazisində Qalay-Volfram qurşağı yerləşir. Bu, üçünə də aid olan ifadə deyil. Çünki Qalay-Volfram qurşağı sadəcə Cənub-Şərqi Asiyada yerləşir. 2-ni də götürəcəyik, çünki ümumi olmayan xüsusiyyətləri deyir. 1, 2. Muson rejimli çaylara malikdir. Bu, hər üçünə də aiddir. Hər üçünün çayları muson rejimlidir. 4.
fəaliyyətdə olan vulkanlara rast gəlinir ifadəsi yanlış ifadədir. Çünki Cənubi Asiyada fəaliyyətdə olan vulkana rast gəlinmir. Əhalinin sıxlığı böyükdür. Təbii ki, bunu götürəcəyik, çünki aid olmayan xüsusiyyəti soruşurdu. Ona görə 3-ü, 4-ü də götürəcəyik. Deməli 1, 2, 4 bizim doğru cavabımızdır. 8-də C variantı. Digərinə də bax, əhalinin sıxlığı böyükdür. Bəli, böyükdür. Dəyişkən rütubətli meşələr geniş sahə tutur da həmçinin doğru ifadədir. Deməli 8-də cavab C variantı 1, 2, 4. 9. Uyğunluq pozulmuşdur. 1. Ceyrançöl yağıntının miqdarı 700-800 mm, yarım səhra və quru çöl iqlimi. Deməli, Ceyrançöldə iqlim tipi yarım səhra və quru çöldür, lakin yağıntı 700-800 yox, 200-400 mm-dir. Deməli, bir də uyğunluq pozulub. 2. Vulkanik yayla 800-700 mm, soyuq iqlim. Bəli, burada düzgündür. 3. Cənub-Şərqi Şirvanda deyir 650-700 mm yağıntı düşür. Yarım səhra və quru çöl iqlimidir. Bəli, yarım səhra və quru çöl iqlimidir, lakin 650-700 yox, 200-400 mm arasında düşür yağıntılar. 4. Qanıq Əyriçay 600-800 mm mülayim isti. Deməli, 4 doğru ifadədir. 5-ə baxırıq. Qobustan 600-800 mm yarım səhra və quru çöl iqlimi. Deməli, Qobustanda yarım səhra və quru çöl iqlimidir, lakin uyğunluq pozulub burada. Niyə görə? Çünki yağıntı 600-800 mm deyil, yağıntı 150-200 mm arasında dəyişir. Deməli, doğru cavab 9-da oldu. D variantı 1, 3 və 5. Sual 10. Xəritə sxemə əsasən yaz, qış və yay aylarında bol su olan çayların mövcud olduğu regionları müvafiq olaraq müəyyən edin. Deməli, birinci yazı tapacaq. Yazda bol su olan çaylar. Çayların yazda bol su olması üçün onların qar və ya buzlaqların ərintilərinin suları ilə qidalanması lazımdır. Və bu da ən çox düşür, deməli, B ilə D ərazisinə. Həmin ərazidən axan çaylar qar və buzlaqlarla qidalandığı üçün yazda qarlar əriyən zaman onların səviyyəsi artır. Deməli, 1-ə aiddir B və D. 2-yə aiddir. Qışda bol su olur deyil. Qışda bol su olması üçün yeni biz götürə bilərik. Çünki Y subtropik iqlim qurşağıdır. Yayda tropik, qışda mülayim olduğu üçün yeni götürürük. Çayları qışda bol sulu olurlar. Sonra hansını götürəcəyik? Baxırıq, burada C-ni götürə bilərik. C subekvatoral iqlim qurşağıdır. Yayda ekvatorial, qışda tropik hava kütlələrinin təsiri altındadır. Deməli, Y, bircə dəqiqə, bura Y deyil, burası C-dir. Aha, mən qarışdırdım bir an. C dediyi subekvatoral iqlim qurşağının ərazisindədir. Subekvatoral iqlim qurşağında deməli yayda ekvatorial, qışda tropik hava kütləsidir. Və buna görə də yayda bol sulu olur, qışda quraq olur. Ona görə biz C-ni 2-yə aid edə bilmərik. C-ni 2-yə aid edə bilmərik. C-ni 3-ə aid edəcəyik, çünki yay aylarında deyir. Yayda ekvatorial hava kütləsi hakim olduğu üçün çayları bol sulu olur. B, D-ni dedik, Y-ni dedik, C-ni dedik, A. A-nın ərazisindəki çaylar muson yağışlarının hesabına yay aylarında səviyyəsi dəyişir. Deməli, olacaq necə? Yaylarında deyirsə, deməli, A variantı olacaq 3-ə aid. Sonra, deməli, F yerləşir subtropik iqlim qurşağında. Subtropik iqlim qurşağında yayda tropik, qışda mülayim hava kütləsi olduğu üçün çaylarda qış aylarında bol su olmuş olacaq. Yəni, F gedəcək 2-yə. Tapdıq cavabları 1B-dir,
2SY bizdeki yok. 1B'de 2YF 3 S ve A veya A ve S. Onda cevap deməli oldu nə? C variantı. Sual 11. İnkişaf etməkdə olan ölkələrə aid olan səciyyə və əlamətləri müəyyən edin. 1. Sənayesi əsasən yerli xammala əsaslanır. Bəli, düzgündür. 2. Ancaq strukturluq işsizlik müşahidə edilir. Bu səhv variantdır. Digər işsizlik növləri də var. 3-ə baxırıq. İqtisadiyyat daxili tələbatın ödənilməsinə istiqamətlənmişdir. Bəli, 3 doğru ifadədir. 4. Fəal əhalisi əsasən 3-cü sektorda çalışır. Bu ifadə yanlış ifadədir. Niyə görə? Çünki fəal əhali ən çox 3-cü sektorda yox, 2-ci sektorda çalışır. 3 və 4 bildiyimiz kimi inkişaf edilmiş ölkələrə aiddir də. 5-ə baxırıq. Kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir ifadəsi yanlış ifadədir. Çünki əkinçilik üstünlük təşkil edir kənd təsərrüfatında. 6. Demoqrafik partlayış işsizlik problemini kəskinləşdirir. Təbii ki, bu doğru ifadədir. Deməli, doğru cavablarımız oldu nə? 1, 3 və 6. 11-in cavabı D variantıdır. Sual 12. 60 dərəcə şərq uzunluğundan ekvator boyunca uçan təyyarə. Gəlin bunu oxumamış elə çəkək. Deməli, ekvatoru çəkək. 0 dərəcə, 60 dərəcə şərq uzunluğunu çəkək. Deməli, ekvator boyunca deyir təyyarə əvvəl 270 dərəcə azimutla. 270 dərəcə azimut qərb istiqamətinə uyğun gəlir. 4440 kilometr yol gedib. Deməli, 4440 kilometr yol gedibsə, gəlin indi dərəcə, hansı dərəcədə dayanıb onu tapaq. Deməli, biz bilirik ki, ekvator üzərində 1 dərəcənin qiyməti 111 kilometr olduğu üçün 4440-ı bölərik 111-ə. Taparıq ki, 40 dərəcə yol gedib. Deməli, məntəqələr eyni yarımkürədədirlər. Biz 60 dərəcədən 40 dərəcəni çıxırıq, çünki qərbə doğru gedirik. Qərbə doğru getdikcə dərəcə azalır bildiyimiz kimi. Ona görə 60 dərəcədən 40 dərəcəni çıxırıq 20 dərəcə. Deməli, bura oldu 20 dərəcə şərq uzunluğu. Sonra 180 dərəcə azimutla, yəni cənuba doğru gedib 180 dərəcə azimutla 4995 kilometr uçmuşdur. Deməli, meridian üzrə də 1 dərəcənin qiyməti 111 kilometrdir. Ona görə 4995-i bölərik 111-ə. Taparıq ki, 45 dərəcə aşağıya doğru gedib. Yəni, dayanıb 45 dərəcə cənub enliyində. Burada. Deməli, məntəqənin coğrafi koordinatlarını deyir bizdə. Məntəqənin coğrafi koordinatları oldu nə? 45 dərəcə cənub enliyi, 20 dərəcə şərq uzunluğu, 12-in cavabı D variantıdır. Burada bir də dəqiqə, 12-in cavabı oldu D variantı. Keçdik 13-cü suala. A. Çöl zonası aşağı Dunay ovalığında, torpaq tipi də şabaldı torpaqlar. Bu doğru ifadədir, bəli. Yarım səhra Xəzəryanı ovalıqdadır, torpaq tipi boz torpaqlardır ifadəsi doğru ifadədir. C. Qarışıq meşə qərbi Sibirdə yayılıb, torpaqlar cimli pozoldur, doğru ifadədir. Eni yarpaqlı meşə mərkəzi düzənlikdə yayılıb, torpağı qonur torpaqdır, bəli. Savanna zonasında qırmızı qonur torpaqlar olsa da, lakin savanna La-Plata ovalığında yayılmayıb. La-Plata ovalığında çöl təbii zonası yayılıb. Deməli, Y variantı yanlışdır. 13-cü cavabı Y.
Sual 14. 2018-ci ildə Azərbaycanda əhalinin ümumi sayı 9.898,1 min nəfər, kənd əhalinin sayı isə 4.660,3 min nəfər olmuşdur. 2010-cu ildə şəhər əhalisi 4.747,9 min nəfər olmuşdursa, şəhər əhalinin orta illik artımını müəyyən edin deyir. Deməli, biz ümumi əhalini bilirik 2018-ci ildə. Kənd əhalisinin sayını da bilirik. Biz buradan şəhər əhalisinin sayını tapa bilərik. Bunun üçün nə edəcəyik? Təbii ki, ümumi əhalidən çıxarıq kənd əhalisinin sayını. O da edər 5.237,8 min nəfər. Bu şəhər əhalisidir 2018-ci ildə olan. 2010-cu ildə isə şəhər əhalisi 4.747,9 min nəfər olub. Aradan neçə il keçib? 8 il keçib. 8 ilə nə qədər artıb, onu gəlin tapaq hələ. Bunun üçün təbii ki, 2018-ci ildəki şəhər əhalisinin sayından 2010-cu ildəki şəhər əhalisinin sayını çıxacaq. Gəlin çıxaq. Bundan çıxırıq. O da bərabərdir 489,9 min nəfər olub. Daha doğrusu artım olub, yəni şəhər əhalisi bu qədər artıb 8 ildə. 8 ildə şəhər əhalisi artıb 489,9 min nəfər. İndi bizdən orta illik artımı soruşur. Bunun üçün nə edəcəyik? Təbii ki, aradan 8 il keçdiyinə görə bunu böləcəyik 8-ə. Artımı bölürük 8-ə. 489,9 min nəfərdə bölürük 8-ə. Cavab təqribi alınacaq. 61,2 min nəfər. Cavaba baxırıq. 14-də cavab D variantı. Sual 15. Yanlış fikri müəyyən edin. A. İqtisadi coğrafi mövqe təbii və iqtisadi amillərin məcmusudur. Bəli, bu düzgün ifadədir. B. Geosiyasi mövqe qlobal miqyasda olan siyasi coğrafi mövqedir. Bu da doğru ifadədir. C. Mezo mövqe regionun dünyadakı iqtisadi mərkəzlərə nəzərən mövqeyidir ifadəsi səhvdir. Çünki ölkənin mezo mövqeyi o deməkdir ki, region ölkələrinə nisbətən həmin ölkənin mövqeyidir, yəni yerləşməsidir. Yəni C səhvdir. Bizdən də yanlış fikri müəyyən edin deyirdi. C səhv fikirdir. Deyir də bax, mikro mövqe ölkənin qonşu ölkələrə nəzərən mövqeyidir. Doğrudur. Kurort turizm ehtiyatları əhalinin istirahəti və müalicəsi üçün istifadə edilən təbii və antropogen məşəli ehtiyatlardır ifadəsi də doğru ifadədir. 15-də cavab C variantıdır. Sual 16. Doğru bəndləri müəyyən edin. 1. 4, 5. 4 Lənkəran, Astara iqtisadi rayonudur. 5 isə Quba-Xaçmaz iqtisadi rayonudur. Gəlin görək nə deyir? Ölkənin mühüm tələbəçilik rayonlarıdır. Bəli, hər ikisi iqtisadi rayonda mühüm tələbəçilik rayonudur. Ona görə 1 doğru ifadədir. Götürəcəyik 1-i. 2, 3 Şəki-Zaqatala iqtisadi rayonudur. 8 isə Abşeron Xızı iqtisadi rayonudur. Polimetal yataqları mövcuddur. Şəki-Zaqatalada bəli, polimetal yataqları var. Lakin Abşeron Xızıda polimetal yataqları yoxdur. Ona görə 2 səhvdir. 3, 1 və 7. 1 Gəncə Daşkəsən iqtisadi rayonudur. 7 Mərkəzi Aran iqtisadi rayonudur. Bakı Ərzurum qaz kəməri keçir deyir. Bəli, hər ikisindən də Bakı Ərzurum qaz kəməri keçir. 3 doğru ifadədir. 4, 5, 7. 5 Quba-Xaçmaz iqtisadi rayonudur. 7 isə yenə Mərkəzi Aran iqtisadi
rayonudur. İri siyeçlər fəaliyyət göstərir deyir. Mərkəzi aranda bəli, iri siyeçlər fəaliyyət göstərir, lakin Quba Xaçmazda fəaliyyət göstərmir. Deməli, 4 səhvdir. Şəhər əhalisinin payı daha çoxdur. 2 və 8-də. 2 Bakı iqtisadi rayonudur. 8 isə Abşeron iqtisadi rayonudur. Bəli, hər ikisində də, hər iki iqtisadi rayonda da şəhər əhalisinin payı yüksəkdir, çoxdur. 6-ya baxırıq. 1 Gəncə Daşkəsən iqtisadi rayonu, 6 Naxçıvandır. Beynəlxalq əhəmiyyətli neft kəməri keçir. Deməli, bəli, Gəncə Daşkəsəndən keçir. Bakı Ceyhan və Bakı Subsa neft kəmərləri keçir, lakin Naxçıvandan keçmir. Ona görə də biz bu ifadəni götürməyəcəyik. Deməli, doğru cavablarımız oldu 1, 3, 5, 16-da cavab E variantı. Sual 17. Süveyş kanalının əlaqələndirdiyi limanlar. Süveyş kanalı bildiyimiz kimi Misir ölkəsinin ərazisindədir. Gəlin baxaq görək. A variantı Marsel, Singapur. Bəli, Süveyş kanalı həmin limanları əlaqələndirir. İskəndəriyyə, Şanxay limanları da həmçinin Süveyş kanalının əlaqələndirdiyi limanlardır. Ona görə elə A variantı 17-də doğru cavabdır. Keçdik 18-ci suala. Ekoloji vəziyyətin gərgin olduğu regionları müəyyən edin. Deməli, 1 Cənubi Asiya, bəli, gərgin vəziyyətdədir. Niyə görə? Çünki həddindən artıq çox əhali yaşayır. Əhali harada, çoxluq haradadırsa, əhali çox yaşayırsa, həmin yerlərdə ekoloji vəziyyət təbii ki, gərgindir. 1 götürəcəyik. 2 Avropanın mərkəzdə əhalinin sıx olduğu ərazidir. Ona görə 2-ni də götürəcəyik. Şimali Amerikanın şimalı bildiyimiz kimi əhalinin az məskunlaşdığı ərazilərdir. Çünki həmin ərazilər soyuq ərazilərdir. Ona görə orada ekoloji vəziyyət gərgin deyil. 4 Cənub-Şərqi Asiyada insanların çox məskunlaşdığı ərazidir. Əhalinin çox olduğu ərazidir. Ona görə 4-ü də götürürük. Avstraliyanın mərkəzi təbii ki, səhra və yarımsəhra zonasıdır. Orada əhali seyrəkdir. Ekoloji vəziyyət gərgin deyil. Deməli, 18-də cavab 1, 2, 4. 1, 2, 4 Cənub-Şərqi Asiya. D variantı. Sual 19. Qarabağ vulkanik yaylası üçün səciyyəvi deyil. Gəlin baxaq görək. 1. Daha çox antropogen təsirə məruz qalan ərazilərdəndir. Xeyr, bu ifadə səhvdir. Çünki dağlıq ərazidir. Dağlıq ərazi antropogen təsirə, yəni insanların təsirinə, antropogen deməkdir, yəni insanların təsirinə məruz qalmaq deməkdir. Yəni o dağlıq ərazi olduğu üçün təbii ki, antropogen təsirə, insanların təsirinə daha az məruz qalıb. Ona görə bir yanlış ifadədir. Biri götürəcəyik. 2. Səthində antropogen dövrünə aid suxurlara rast gəlinir ifadəsi doğrudur, onu götürmürük. 3. Təbii şəraitdə əkinçilik üçün əlverişlidir. Yox, əlverişli deyil olacaqdır. Çünki dağlıqdır, yüksək dağlıq. Əkinçilik üçün əlverişli ərazilər bildiyimiz kimi düzən ərazilərdir. 3-ü götürürük. Talış dağları ilə eyni tektonik zonada yerləşir, düzgündür. Çayların qidalanmasında yeraltı sular üstünlük təşkil edir, düzgündür. Buradan başlayan çayların hamısı birbaşa külə tökülür ifadəsi yanlış ifadədir. Çünki Araza töküləndə var. Ona görə bu ifadə səhvdir. Deməli, 1, 3, 6, 19-un cavabı A variantı. Sual 20. Xəritə sxemə əsasən doğru bəndi müəyyən edin. 1 Cənub-Şərqi Asiyadır. Bildiyimiz kimi bura qalayla zəngin ərazidir. Yəni 1 qalay olacaq. 2 Appalaç dağlarıdır. Appalaç dağları bildiyimiz kimi kömürlə zəngin ərazidir. 2-yə kömür aid olmuş olacaq. 3 Avstraliyadır. Avstraliya dəmir filizi ilə məşhurdur. Yəni 3-ə dəmir filizi aid olmuş olacaq. 4 Meksika, yəni ovalıqda bildiyimiz kimi neftlə zəngin olan ərazidir. 4-ə də neft aid olmuş olacaq. Baxırıq variantlara. D variantı uyğundur.
Cavab D variantı. Sual 21. Xəzər dənizinə aid doğru fikrin müəyyən edin deyir. Deməli, A. Xəzər dənizində axınlar saat əqrəbinin əksinə dövr edir. Bəli, bu ifadə ilə doğru ifadədir. Bunu götürürük, amma digərlərinə də baxaq. B. Şərq sahillərində duzluluq qərbinə nisbətən daha azdır ifadəsi yanlış ifadədir. C. Mənbəyi ancaq sahil ölkələrində yerləşən çaylar üçün erosiya baisidir ifadəsi də yanlış ifadədir təbii ki. Ən böyük körfəzi Qızılağac körfəzidir ifadəsi də yanlışdır. Çünki ən böyük körfəzi Qızılağac yox, Qarabağ-Qol körfəzidir. Y. Qış aylarında 40 dərəcə şimal enliyinə qədər səthi buz bağlar. Təbii ki, bu da yanlış ifadədir. 21-də cavab A variantıdır. 22-yə baxırıq. Beynəlxalq əhəmiyyətli nəqliyyat yollarının keçdiyi inzibati rayonları müəyyən edin deyir. Gədəbəydən keçmir, götürmürük. Goranboydan keçir, beynəlxalq əhəmiyyətli. Goranboydan keçir, sonra Bərdədən keçmir, götürmürük. Ağdaşdan keçir. Yardımlıdan keçmir, amma Şabrandan keçir. Deməli 2, 4, 6, 22-də variant C variantı. 23-cü suala baxırıq. Kənar horizontal ilə kənar horizontal deməli bu horizontaldır. B məntəqəsi arasındakı temperatur fərqi 1,8 dərəcə Selsi olarsa, A və C məntəqələri arasındakı atmosfer təzyiqi fərqini hesablayın deyir. Biz temperatur fərqini bilirik. Hündürlük fərqini də tapa bilərik buradan. Gəlin bunu burada yazaq. Deməli bildiyimiz kimi 1000 metrdə temperatur 6 dərəcə aşağı düşürdü. 1,8 dərəcə fərq üçün lazım olan hündürlüyü tapırıq. Tənasüb yolu ilə tapırıq. 1000-i vururuq 1,8-ə edir 1800 bölünsün 6, o da bərabərdir 300. Biz 300 metr bildik ki, fərq var. B ilə kənar horizontal arasında 300 metr fərq var. Artıq biz kəsmə yüksəkliyi tapa bilərik. B ilə kənar horizontal arasında qalan boşluqların sayına görə 1, 2, 3. 3 boşluq var. Hündürlüyü də 300 metri bölərik 3-ə. O da edər neçə? 100 metr. Deməli, biz artıq kəsmə yüksəkliyi tapdıq. 100 metrdir. İndi nə deyir? A və C arasındakı atmosfer təzyiqi fərqini hesablayın deyir. Biz bilirik ki, normal atmosfer təzyiqi 0 metr hündürlükdə dəniz səviyyəsinə uyğundur 760 mm. 760 mm. Deməli, burada təzyiq bilirik ki, 760 mm-dir. Gəlin C-dəki təzyiqi tapaq. C-dəki təzyiq deməli, hər 10 metrdən bir təzyiq 1 mm aşağı düşür. Bunu bilirik. Hər 100 metrdə də 10 mm aşağı düşür. Deməli, bura olacaq 300 metr. Niyə? Çünki bura 0 metrdir. Kəsmə yüksəkliyimiz də 300 metrdir. Bura oldu 300 metr. Üzr istəyirəm, kəsmə yüksəkliyimiz 100 metrdir. Bura baxdım, qarışdırdım. Bayaq tapdıq. Bunu yazın bura. Kəsmə hündürlüyümüz 100 metrdir. Deməli, bura olacaq 100 metr. Hər 100 metrdə bayaq dedik 10 mm aşağı düşəcək. Bura 760-dırsa, bura olacaq 750. C-ni tapdıq. Gəlin onda yazaq. C 750-dir atmosfer təzyiqi. Bura olacaq, deməli, yenə 10 mm aşağı düşəcək də. Bura olacaq, daha doğrusu, bir dəqiqə. Bəli. Bura olacaq 740. Bura olacaq 730. Burada olacaq 720. Deməli, A da oldu 720. Bizdən də A və C arasındakı təzyiq fərqini soruşur. 750-dən 720-ni çıxacaq. Bu da edəcək neçə? 30 mm civə sütunu. 23-cün cavabı 30 mm civə sütunudur. Sual 24. Adam başına düşən kənd təsərrüfatı məhsulunun daha çox olduğu inkişaf etməkdə olan ölkələri müəyyən edin.
Bir Efiopiya ölkəsidir. Bildiyimiz kimi Efiopiya kasıb ölkələrdəndir. Ona görə burada adam başına düşən kənd təsərrüfatı məhsulu çox azdır. Afrikanın kasıb ölkələrindəndir. Ona görə biri götürməyəcəyik. 2-yə baxırıq. 2 İndoneziyadır. İndoneziyada da əhali çoxdur, həddindən artıq çoxdur və buna görə də burada kənd təsərrüfatı məhsulu, adam başına düşən kənd təsərrüfatı məhsulu azdır. 6 Hindistan əhalisi həddindən artıq çoxdur və burada da adam başına düşən kənd təsərrüfatı məhsulu çox azdır. 4 Braziliya ölkəsidir. Burada isə daha çoxdur. 4-ü götürəcəyik. 3 Argentinadır. Təbii ki, burada da adam başına düşən kənd təsərrüfatı məhsulu çoxdur. 5 Uruqvaydır. Bəli, burada da çoxdur. Deməli 3, 4, 5 bizim doğru cavabımızdır. 25-ci suala baxırıq. Özbəkistan və Türkiyə üçün oxşar xüsusiyyətləri müəyyən edin deyir. Deməli, 1. Heyvandarlıq əsasən ətlik və ətlik-südlük istiqamətlidir. Bəli, 1 doğru cavabdır. 2. Əhalisi Altay dil ailəsinin Oğuz qrupuna aiddir. İfadəsi sadəcə Türkiyəyə aiddir, Özbəkistana yox. Çünki Özbəkistan Altay dil ailəsinin Uyğur qoluna aiddir. Uyğun qrupuna aiddir. 2-ni biz götürmürük. 3. Şəhər əhalisinin payı çoxdur. Şəhər əhalisi Türkiyədə çoxdur, lakin Özbəkistanda yox. Ona görə 3-ü də götürmürük. Əkinçilik suvarma şəraitində aparılır. Bəli, hər ikisində də suvarma şəraitində aparılır. 4-ü götürürük. Qaragül qoyunçuluğunu inkişaf etmişdir ifadəsi Özbəkistana aiddir. Ona görə də oxşar xüsusiyyət deyil, hər ikisi üçün götürmürük. Pambıq istehsalına görə hər ikisi də fərqlənir. 6-nı götürəcəyik. Deməli 1, 4, 6 bizim doğru cavabımızdır. 26-cı suala baxırıq. Uyğunluq gözlənilməmişdir. Gəlin baxaq görək. 1 xromit. Bu şərti işarə xromitin şərti işarəsi deyil. Bu dəmir filizinin şərti işarəsidir. Ona görə 1-də uyğunluq gözlənilməyib. 2. Civə. Civədə uyğunluq gözlənilib. Bəli, şərti işarəsi budur və yatağın adı da Narzanlıdır. 2 doğrudur. 3-ə baxırıq dəmir. Dəmir filizinin şərti işarəsi bu deyil. Bayaq göstərdik dəmir filizinin şərti işarəsi budur. Bu isə əksinə xromitin şərti işarəsidir. Xromitin. Ona görə 3-də uyğunluq pozulub. 1, 3, hələ ki 1 və 3-ü götürürük. 4-ə baxırıq. 4 qızılın şərti işarəsi bəli budur, lakin yataq doğru verilməyib. Deməli Qızılbulaqda, Zotda, Qoşada olmalı idi yataqlar. Yəni bu səhvdir. 4-ü götürürük. Misin şərti işarəsi düzdür və Qaradağda var. Ona görə 5-i götürməyəcəyik. 5-də uyğunluq gözlənilib. Deməli cavablar oldu 1, 3, 4. Sual 27. Uyğunluğu müəyyən edin. 1 Türüyən çay, 2 Tərtər çayı. Burada yazaq. 1, 2. A. Qidalanmasında yağış suları üstündür. Bu ifadə heç birinə aid deyil. Onu götürmürük. Çay dərəsində SİS inşa edilib. Bu ifadə 2-yə aiddir, yəni Tərtər çayı. Mənbəyi daha yüksəkdə yerləşir. Bu ifadə aiddir Türüyən çaya. Kürün sağ qoludur ifadəsi aiddir təbii ki Tərtər çaya. Su toplayıcı hövzəsində bərabər yağıntılı mülayim isti iqlim formalaşır ifadəsi də aiddir Türüyən çaya. 1-ə S-yi, 2-yə B-dir. Keçdik situasiya tipli tapşırıqlara. Deməli, A ölkəsi 12-ci saat qurşağının qərb sərhədi ilə 40 dərəcəlik paralelin kəsişməsində yerləşir. Gəlin onu tapaq. 12-ci saat qurşağının qərb sərhədini tapmaq üçün nə edirik?
Deməli 12-ci saat qurşağı bir dərəcə olaraq belə deyək də 180 dərəcə, sərhədi isə 7.5 belə deyək də 7.5 şərqə doğru, daha doğrusu qərbə doğru gedir. Qərb sərhədi deyir. Qərb sərhədini tapmaq üçün biz 180 dərəcədən 7.5 çıxmalıyıq. Şərq sərhədi desəydi, onda şərqə doğru götürəcəkdik uzunluğu. Deməli, 10-dan 5, 5, 9-dan 7, 2, burada olacaq 7, 172.5 şərq uzunluğu. Deməli, həmin məntəqəyə yerləşir, həmin ölçə daha doğrusu yerləşir 172.5 dərəcə şərq uzunluğunda. Gəlin burada çəkək, 40 dərəcəlik paraleldə deyir, 40 dərəcə, amma bilmirik şimal və ya cənub. 172.5 dərəcədə şərq uzunluğu. Gəlin baxaq görə başqa nələr deyir. Ölkə ərazisi 2 böyük və çoxsaylı kiçik adalardan ibarətdir. Artıq bu ifadədən bildik həmin ölkənin hansı ölkədir. Təsərrüfatın tarixi inkişaf yoluna görə köçürmə kapitalizm ölkəsi hesab olunur. Ölkənin coğrafi mövqeyi, iqlimi və təbii kompleksləri təsərrüfat sahələrinin inkişafına və yerləşdirilməsinə təsir edir. Deməli, biz xəritəyə də baxsaq, görərik ki, həmin ölkə Yeni Zelandiya ölkəsidir. Çünki həmin uzunluqda adada yerləşən ölkə, 2 böyük və çoxsaylı kiçik adada yerləşən ölkə sadəcə Yeni Zelandiya ölkəsidir. Deməli, baxın, Yeni Zelandiya. Bu da 180 dərəcəlik meridiandır. Yeni Zelandiya yerləşir, bayaq tapdığı 172.5 dərəcə şərq uzunluğunda. Baxın, görün, həmin yerlərdə sadəcə adada yerləşən, yəni 2 böyük ada və çoxsaylı xırda adalarda yerləşən ölkə Yeni Zelandiya ölkəsidir. 28-ə baxırıq. Deyir, ölkənin adı tapdıq Yeni Zelandiya. Yeni Zelandiyanın paytaxtı Wellington şəhəridir. İnzibati quruluşuna görə isə unitar ölkədir. 29-a baxırıq. A ölkəsinin təbii şəraitinə və təsərrüfatına aid xüsusiyyətləri cədvəldə yazın. Yerləşdiyi iqlim qurşaqları Yeni Zelandiya mülayim və subtropik iqlim qurşağında yerləşir. Təbii zonaları isə enli yarpaqlı meşələr, dəyişkən rütubətli meşələrdir. İxtisaslaşma sahələri ən az 2 nümunədir. Yeni Zelandiya heyvandarlıq məhsulları üzrə ixtisaslaşıb, yağ istehsalı üzrə, ət istehsalı üzrə, südlük heyvandarlıq üzrə ixtisaslaşıb. Sonuncu suala keçid edirik. Xəritə sxeminə əsasən təsərrüfatın tarixi inkişaf yolu A ölkəsi ilə eyni olan ölkələri müəyyən edib yazın deyir. Təbii ki, bu Avustraliyanı götürəcəyik. Çünki eyni inkişaf yolu keçə bilər. Yeni Zelandiya ilə 2-ni götürürük. Sonra Kanadanı götürəcəyik. Yenə eyni inkişaf yolu keçə bilər. Sonra Cənubi Afrika Respublikasını götürəcəyik bir də. Digərləri eyni inkişaf yolunda deyil, Braziliya deyil, Yaponiya deyil, Çin deyil. Deməli, 2, 5, 6 bizim doğru cavablarımızdır. 18-ci sınağında sonuna gəldik. 19-cu sınaqda görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm.